Hər vaxtınız xeyir, biznes xəbərlərini izləyirsiniz. Bank Respublikanın keçirdiyi alış-veriş marafonu aksiyasının qalibləri bəlli oldu. Mitsubishi Atraj avtomobili öz sahibinə təqdim edildi. Alış-veriş marafonu kampaniyasının şərtlərinə əsasən qalib olmaq üçün aksiya müddətində Bank Respublikanın viza kartları ilə daha çox alış-veriş etmək tələb olunurdu. Bugün aksiyanın əsas mükafatı olan Mitsubishi Atraj avtomobili qalibinə təqdim edildi. Həmişə alış-veriş eləmişəm. Bu səfər aksiyada çox güclü alış-veriş oldu. Evə lazım olan əşyaları aldıq, lap artlaması ilə. Ne hiss eləyirdim, amma gözləmirdim. Əsas mükafatdan başqa, ilk beşlikdə qərarlaşan qaliblərə ən son model smartfonlar və bankın xüsusi hədiyyələri də təqdim olunub. Düzünü desəm, o qədər xəbərim yox idi. Xarici edik, xarici dövlətdə. Orada alış-veriş elədik. Bakıya gələndən sonra bir dənə zəng gəldi bizə. Düzü birinci inanmadım. Deməyən kimsə tanışlardan da kimsə elə bir zarafat eləyir. Amma sonradan inandım ki, qalib olmuşam. Alış-veriş marafonu aksiyası viza kartları sahibləri tərəfindən rəğbətlə qarşılandığı üçün yaxın müddətdə analoji aksiyanın bir daha keçirilməsi nəzərdə tutulub. Bank Respublikanın plastik kartlarını bankın rəsmi internet səhifəsində və istənilən bank filialında sifariş etmək mümkündür.